19-23 may 2025-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun açıq hava stadionunda Nazirliyin qurumları arasında konstitusiya və suverenliyi ilinə həsr olunmuş mini futbol üzrə çempionat keçirilib. Çempionatda Fövqəladə Hallar Nazirliyinin aparatı və qurumlarının ümumilikdə 20 komandasından 220-yə yaxın idmançı iştirak edib. Çempionatın baş hakimi Rasim Əlizadə olub. Çempionatda iştirak edən komandalar 4 qrupa bölünüb və hər qrupda birinci və ikinci yerləri tutanlar növbəti tura vəsiqə qazanıb. İlk öncə qeyd etmək istəyirəm ki, bugünkü gündə ən populyar idman növündən, yəni futbol üzrə, bizdə də mini futbol üzrə əməkdaşlarımız arasında, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında keçirilən yarışda 20 komanda və 200-dən artıq əməkdaş cəlb olunubdur. Sevindirici haldır ki, bugünkü gündə elə məhz üst-üstə düşür. Mini futbol üzrə dünya çempionatı da elə Azərbaycanda keçirilməsi, bu onu göstərir ki, futbol doğrudan da idmanın şahıdır. Odur ki, biz hər zaman bu yarışı keçirdikdə demək istəyərdim ki, çox maraqlı keçir. Bizim əməkdaşlarımız çox maraqlı oyunlar göstərir. Artıq 2 dəfə həm çempion olmuşuq, həm də ki, ikinci yerə çıxmışıq. Ümid eləyirəm növbəti yarışlarda yenə də çempionluğu əldə eləyərik. Məqsədimiz də odur ki, bizim əməkdaşlarımızın asudə vaxtları ən azından belə səmərəli keçsin və təbii ki, ən əsas odur ki, əməkdaşlar üçün də bayramdır bu bizim üçün. Üçüncü yer uğrunda keçirilən görüşdə xüsusi riskli xilas etmə xidmətinin komandası Fövqəladə Hallar Nazirliyi Akademiyasının komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb. Finalda isə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası ilə Mülki Müdafiə Qoşunlarının komandası qarşılaşıb. 3-0 hesabı ilə qalib gələn Dövlət Yanğından Mühafizə Xidmətinin komandası yarışın çempionu adına yələnib. Çempionatda ən yaxşı qapıcı Mahir Nərimanov, ən çox qol vuran oyunçu Səttar Qədirov, əzmkar komanda isə Fövqəladə Hallar Nazirliyi Akademiyası komandası olub. Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb. Nərminə Kəmalova, Arif Əliyev, APA TV.